Və mən yəşu ən zikrir-rəhman, kim Rəbbindən üz çevirsə, nuqayyiz ləhu şeytanə. Bir şeytan onu gələr tapar, həyatın qaraldar. Zikr eləməsən şeytan gələr. Fəhvə ləhu qərin. O qərindir. Onlar ona dost. Vay o gündən ki, şeytan adamı dost olur. Maraqlıdır Quranda deyir, bəzi ayələrdə görünən budur ki, şeytan insan olur, həm söhbəti olur, dostu olur. Evinin adamıdır artıq. Get-gəl edir. Fəhvə ləhu qərin. Və innəhum ləyəsuddunəhum ənis-səbil. Şeytan gələr inəyər, Allahın yolunu kəsər. Və yəhsəbunə ennəhum muhtədun. Sən də elə bilərsən, elə ilahi yolda addım atırsan, amma sən elə bilirsən ilahi yolda addım atırsan. Heç ilahi yolda addım atmırsan. Elə güman edirsən Allahın yoluna. Şeytan bir dənə atmosfer yaradar ki, sən düz yol gəlirsən. Səndən düzü yoxdur. Görmüsünüz, bəzi adamlar deyir, mənə nə olub be? Mənə nə olub be? Heç nə olub? Sən heç nə olub? Bağışda səhv elədiysən, bir-iki dənə tövsiyə elədik, vəsiyyət elədik, nəsiyyət elədik. Sən maşallah gül kimisən, yaşa. Hətta izə cəənə qalə ya leytə beyni və beynək bu'dəl məşriqeyn və bi'səl qarin. Ayəyə baxın. Deyir, qiyamət günü gələcək bizim huzurumuza, deyəcək, kaş onu ilə mənim aramda, məşriqlə məğribin arasında nə qədər fasilə var. Nə qəribə sözdür. Mən məşriqdə olaydım, o məğribdə olaydı. Məşriqlə məğrib bir yerə gəlməz ki, hə? Yəni, mənə heç yol tapa bilməyəydi. Ya mən məğribdə olaydım, o məşriqdə olaydı. Kaş şeytanla mənim ünsiyyətim məşriq, məğrib qədər olaydı. Hətta bir dənə başqa ayə var Quranda, deyir, əmədən bəida. Əməllərini verəndə deyərdi ki, kaş bu əməlimlə mənim aramda zaman fasiləsi olaydı. Çox qəribə ayədir bu ayə. Baxın, bir var məkan fasiləsi, biri o yandadır, biri bu yandadır. Gəl bir-birlərini bir gün tapa bilərlər. Amma zaman fasiləsi, biri 100 il bundan qabaq yaşayıb, indi mən yaşayıram. Da ölüb gedib, mən indi varam. Biz zaman fasiləsiz birimizi tapa bilmirik. Deyir, əməlinin çirkablığını görəndə deyəcək, kaş o əməllə mənim aramda məkan fasiləsi yox, zaman fasiləsi olaydı. Yəni, nə o əməli mən görəydim, nə o məni görəydi. Qəribə ayədir. Heç gözümə deyməyəydi o pis əməl mənim. Zaman fasiləsi olaydı.